Salam dostlar, bugün sizinle çok güzel bir pirog resepti bölüşeceğim. 300 gram qoz götürürük ve biraz qovururuq peşte. 5-10 dəqiqə qədər qovururuq. Xəmir üçün 150 qram əridilmiş kərə yağı, yarım stəkan pesuq. Pesuq əriyənə kimi qarışdırırıq. 2 yumurta sarısından birini xəmir üçün əlavə edirik və birini də üzəri üçün saxlayırıq. Karıştırdıktan sonra üzərinə 150 qram xama da əlavə edirik. 300 qramlıq qabda idi, ona görə yarısını əlavə elədim. Həll olana kimi qarışdırırıq. 2 stəkan yarım un götürürük ümumilikdə. Yarım stəkan unu saxlayıram. Xəmirə sonradan əlavə edəcəyəm. Sonra da vanil qabartma, birazca duz əlavə edib yumşaq xəmir yoğururuq. Gördüyünüz kimi yarım stəkan unu da əlavə edib xəmir yumşaq, gözəl xəmir alınır. Üzerini bağlayıb yarım saat soyuducuda gözlədirik xəmiri. Qozun üzərinə 1 stəkan pesuq, ayırdığımız 2 yumurta ağı və 2 yemək qaşığı mürəbbə suyu əlavə edib qarışdırırıq. Yumşaq qarışım əldə olunur, gördüyünüz kimi. Xəmiri 3 bərabər hissəyə bölürük. Sonra yayırıq qəlib böyüklükdə. İşliyin yarısını əlavə edirik, yayırıq. Yaydıqdan sonra digərlərini də eyni qaydada bu formada düzürük. Yumurta sarısını sürürük və çəngəllə bu formada naxışlar veririk. İstədiyiniz formada naxışlar verə bilərsiniz. ...180 dərəcə öncədən isidilmiş sobada 45-50 dəqiqə bişiririk. Sobadan asılı olaraq vaxt dəyişə bilər, diqqətli olun. Gördüyünüz kimi pirog hazırdır. Çox gözəl, ətirli, yumşaq, içi sulu, üstü xırçıltılı, gözəl bir pirog alındı. Mütləq yoxlayın, çox gözəl alınır. Videomu bura qədər izlədiysəniz abunə olmağı, bəyənməyi, şərh yazmağı unutmayın. Növbəti videolarda görüşənədək sağlıqla qalın.